Salam, canlı yayında Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Marneuli Sakrebulosunun qərarı ilə əlilliyi və ağır əlilliyi olan insanlar üçün əlverişli imkan yaradılacaq. Belə ki, lazım gələrsə, onlara bu insanlar ilkin yardım alacaqlar. Belə ki, məbləğdən bir dəfəyə təmin istifadə etmə imkanına malik olacaqlar. Bugün dövlətin müraciəti əsasında Sakrebulonun qərarı ilə Rustaveli küçəsində 463 kvadrat metr torpaq sahəsi mövcud bina və tikililərlə birlikdə özəlləşdirilməyə verilib. Fiziki imkanları məhdud və ağır fiziki və əqli imkanları məhdud şəxslər üçün il ərzində 2000 lari nəzərdə tutulurdu. Bu məbləğ hər kvartalda onlara 500 lari köçürülürdü. Xidmət rəhbəri dedi ki, bu praktika özünü doğrultmadı. Çünki sağlamlıq haqqında elə şəhadətnamələr gəlir ki, 500 lari yetərli olmur. Ona görə də qərar verildi ki, 2000 lari bir dəfəyə köçürülsün. Marneulidə kəndə dəstək proqramı ilə görüşlər davam edir. Belə ki, əhali ilə birbaşa ünsiyyət bu dəfə Yeni Kənd, Daştəbə və Saymerlo kəndlərində baş tutdu. Görüşlərdə bələdiyyənin meri Sakrebulo sədri və majoritar deputat iştirak etdi. Görüşdə kəndlərin ehtiyacları və ayrılmış büdcənin strateji bölgüsü müzakirə olundu. Onların əsas ehtiyaclarının infrastruktur və su təchizatı məsələləri olduğu müəyyən edildi. Kəndə dəstək proqramı çərçivəsində kəndin sakinləri ilə görüşlərimiz aktiv şəkildə davam edir. Qeyd etmək istəyirəm ki, kənddə yaşayan sakinlər aktiv şəkildə görüşlərdə iştirak edirlər. Onların təşəbbüsləri bizim üçün çox vacibdir. Onu vurğulamaq istəyirəm ki, bugün biz Daştəpə, Araflı və Saymerlo kəndində yerli əhali ilə görüşdük və onu da vurğulamaq lazımdır ki, bu proqram həm kəndlərdə yaşayan əhali üçün, həm kəndin abadlaşdırılması üçün öz tövhəsini göstərəcəkdir. Ümumilikdə bu proqram çərçivəsində 1.232.000 lari ayrılıbdır. Üç kənddə əhali ilə görüşdük. Bu proqram həm bizə əhali ilə görüşmə fürsəti verir, həmçinin əhalinin yerli özünü idarə etmədə büdcənin planlaşdırılması prosesində iştirakını təmin edir və dövlətimiz üçün, bizim hakimiyyət üçün önəmli proqramlardan biridir. Və bugün kənddə əhali ilə görüşərək həm onları narahat edən məsələləri müzakirə etdik, həmçinin yerlərdə onlar tərəfindən seçilən layihələri dinlədik. Kəndə dəstək proqramı çərçivəsində kəndə ayrılmış məbləğin kənddə hansı məsələnin həlli üçün xərclənməsinə sakinlər qərar verməlidir. Bu görüşlərin məqsədi də məhz budur. Biz sakinlərə imkan veririk ki, məbləğin nəyə xərclənməsinə özləri qərar versinlər. Kəndin ehtiyacları burada səsləndi. İnfrastruktura, yollar, təmizlik. Mən uşaq bağçasının əməkdaşı olaraq valideynlərlə birlikdə istəyirəm ki, uşaq bağçası üçün çardaq düzəldilsin. Bu həm kəndin görünüşü üçün əlverişlidir, həm də uşaqlar üçün. Daxili İşlər Nazirliyinin Baş Cinayət Polisi İdarəsinin əməkdaşları narkotik cinayətləri ittihamı ilə 7 nəfəri həbs ediblər. Onlar qanunsuz olaraq külli miqdarda narkotik maddə almaqda, saxlamaqda və satışını asanlaşdırmaqda ittiham olunurlar. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici vətəndaşlar var. İstintaq nəticəsində kokain, metadon və buprenorfin də daxil olmaqla müxtəlif narkotik maddələr, eləcə də satış üçün lazım olan materiallar və pullar sübut kimi müsadirə edilib. Cinayət 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları 1984-cü il təvəllüdlü şəxsi avtomobil oğurluğu ittihamı ilə həbs ediblər. Təqsirləndirilən şəxsin Bakı Saburtalo rayonunda müxtəlif vaxtlarda 5 avtomobil oğurladığı və hadisə yerindən qaçdığı müəyyən edilib. Cinayət 5 ilə qədər həbs cəzasını nəzərdə tutur. Marneuli Bələdiyyəsinin Tamariz kəndində titullu cüdo idmançılarının iştirakı ilə daha bir ustad dərsi keçirildi. Gənc idmançılar arasında təcrübə mübadiləsi aparmaq və peşəkar bacarıqları inkişaf etdirmək məqsədi daşıyan idman məşqləri Kvemokardi Regional Klubu tərəfindən təşkil olundu. Kvemokardi üzrə bölgə məşqləri davam edir. İndi də Tamarisə gəlmişik. Komandamıza Caba Babinaşvili qatıldı. O da güclü idmançıdır. Yeniyetmələr çox həvəslə məşqlərdə iştirak edirlər. Artıq nəticələrini də görürük. Bu isə gələcək nəsillər üçün əhəmiyyətli rol oynayır. Bugün Tamarisdə məşqdəyik. Buraya ölkənin ən titullu çempionları gəlib. Onlar bizə bilmədiyimiz müəyyən fəndləri öyrədirlər. Bu da bizə çox böyük həvəs verir. Ümid edirəm, belə görüşlər gələcəkdə də davam edəcək. Mən bir çox şəhərlərdə, yarışlarda və məşqlərdə olmuşam. Bu cür ustad dərsləri məni daha çox gəlişdirir. Və salam, hörmətli tamaşaçılar, bu mənim əlimdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.